Dostlar, salam, hər vaxtınız xeyir olsun. Mən MHM Tədris Mərkəzinin Azərbaycan dil və ədəbiyyat müəllimi Ramal Nureyev. Demək, sizə 2025-ci il buraxılış imtahanına düşən bir il mətninin izahını təqdim eləyirəm. Demək, yoldaşlar, bu mətnimizdir. E, Bu şəkildə mətnimizdir. Yəqin ki, mətnimizlə tanış olmusunuz. İndi gəlin sualların izahına keçid eləyək. Deyir, mətnə əsasən FAD obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Universitetə daxil olmaq üçün bilik kifayət etmir. Yox, biz gedişatda öyrənirik ki, FAD heç imtahana girmir. Bu bir olan fikirlər yanlışdır. İmtahandakı uğursuzluqdan sonra zavodda işləmək imtahanda uğursuzluq göstərmir. Mətndə çünki bu haqda məlumat yoxdur. Usta Səlimlə səmimi münasibət qurmağa nail olmuşdu. Bəli, burada onlar söhbət edir. Hətta Səlim deyir ki, mənim yerimə sən keçəcəkdin. İşin incəliklərini öyrənir. Bəli, o deyəndə ki, Əhməd və Muxtar məndən də yaxşı bacarır. Deyir ki, bəs mən, deyirsənsə burada deyil olmamalısan. 3-4-cü fikirlər doğrudur. Mətndə əsasən boşluqların yerinə yazıla biləcək cümlələri ardıcılıqla müəyyən edin. Demək, o qardaşımla məni tək böyütmüş, çox çətinliklər görmüşdü. Bu hissədən sonra briqadanın yoldaşlarım Qocaman, Usta Səlim və s. söhbət edir. Və ikinci cümləni buraya yerləşdiririk. Artıq zavodda işlədiyim bir neçə gün idi. Briqada yoldaşlarım Qocaman, Usta Səlim, Muxtar, Əhəd işin incəliklərini mənə öyrətdilər. Sonra keçək növbəti boşluğa. Mən çoxdan özümə oxşamıram, oğul. Qabaqçı kimi işləyə bilmərəm. Barmaqlarım sözümə baxmır. 4-ü buraya yerləşdirdik. Görürsən, heç əlimə açar da almıram. Gülümsədim. 4-ü buraya yazdıq. Sonra, bu kişi nə vaxt gedəcək desinlər. Onun əzabını, ağrısını, artıq zavodda faydası olduğunu düşünməsini anlayırdım. Ustanın bu yoldan çəkindirməyə təşəbbüs göstərməyin mənası olduğunu düşünüb sustum. Birinci cümlə bu boşluğa gedəcək və çiyin-çiyinə çalışmağı işləməyi öyrəndim. Ən çətin böhranlı vaxtımda, bax 3-ü buraya yazırsan, ən çətin böhranlı vaxtında əlimdən tutub mənə dəstək olan qüvvət, mətanət hissi aşılayan insanları tanıdım. Sadəcə olaraq məzmunu uyğunlaşdırıb yerləşdirmək kifayət eləyir. Cavabın olar C. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə məlumat var. Müəllimləri FAD-ın gələcəyi bağlı yüksək fikirdədirlər. Bəli, hətta yazırdılar ki, bax burada bir cümlə var. Deyir ki, FAD gələcəkdə riyaziyyatçı olacaq. FAD məşhur riyaziyyatçı olacaq. Bu doğrudur. FAD-ın zavodda maşın qayrımı bu haqda məlumat yoxdur. FAD-ın zavoda gəndə Usta Səlim düşünmüşdü ki, bəli, deyir ki, mən düşündüm ki, sən hətta mənim yerimə keçəcəksən. Məlumat var. Mətndə məlumat yoxdur. FAD ailənin yeganə övladı deyil, bəli, qardaşı da var idi. Ustanın gedişindən sonra işçilərdən biri onun yerinə keçir. Bu haqda məlumat yoxdur. Briqadanın digər üzvləri də qoca ustanın işdən getməsinə qarşıdırlar. Xeyr, bu haqda məlumat yoxdur. Cavabın olar 1, 3, 5, 6 D variantı. Növbəti sualda deyir ki, hansı cümlədə mətn üzərində rəqəm yazılmış sözlərdən heç birinin mənasına uyğun deyil. Baxın yoldaşlar, burada birinci sözümüz isrardır. İsrar sözünün qarşılığı isə təkid sözüdür. Deyir, rəisin təkidi. Bunu at getsin. Ondan sonra ikinci sözümüz demək hüzün sözdür. Hüzün sözünün qarşılığı kədər sözüdür. Burada yazılıb ki, insana kədər gətirir, yəni hüzün gətirir. Üçüncü sözümüz qıvraq, ovqat sözləri. Qıvraq sözü demək çevikdir. Ovqat sözləri də əhvaldan əvəz eləmək olar. Amma Y variantda heç bir sözün qarşılığı orada verilməyib. Mətndə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Demək, ustanın işdən getmək çünki qocalıb və artıq iş görə bilmir. Bunun səbəbi var. Bir olanları atırıq. Ananın işdən çıxmasını bilmirik. FAD-ın zavodda işləmək qərarı ailəsinə dəstək olmaq idi. 3 olanları atırıq. Ananın övladlarını tək böyütməsinin səbəbini bilmirik. FAD-ın öz işi ilə bağlı məmnuniyyəti, nə bilim, çünki ətrafı, çevrəsi yaxşı idi və bu da öyrənməyə həvəsli idi. 2, 4, B olar. Növbəti sualda deyir ki, mətnə əsasən əvvəlində işarə qoyulmuş sözlər, ifadələrin mənasını müəyyən edib yazın. Və yoldaşlar, bu qulağımdan girib, o bir qulağımdan çıxırdı. Yəni, vecimə almırdım.
Yazsan kifayətdir. Uçmağa qanadım yox idi, yoxdur. Sevinirdim, fərəhlənirdim. Belə yazsan kifayətdir. Həyat məktəbi keçdim. Burada yazırsan ki, təcrübə qazandım. Bunu yazdım, bu üçün suala tam bal ala bilərsən. Mətndə isə cədvəli tamamlayın. Demək, burada yazılıb ki, Fuad obrazı hadisəni nəql edən şəxs Fuaddır, danışan. Zəhmətkeşdir. Bu necə əsaslandıra bilərik? Demək, məktəb bitirən kimi görürük ki, ailəsi dəstək olmaq üçün zavodda işləyir. Bunu yaz, kifayət eləyir. Və bir də bura əlavə olaraq boşluq, boş saxlanmaq üçün qayğıkeşdir yaza bilərik. Qayğıkeşdir bura yazdıq və belə əsaslandıra bilərik ki, ustasının narahatçılığını hiss eləyə bilirdi, ona dəstək olmağa çalışırdı. Eyni zamanda anasına çətinlik çəkdiyi üçün maddi dəstək olmaq üçün zavodda işləməyə başlamışdı. Yəni, bu kimi xüsusiyyətlər qeyd edirik bu tərəfə. Mətndə sizin Eyler-Venn diaqramını doldurun. Usta Səlim haqqında nə yaza bilərik? Müdrikdir yaza bilərik. Çünki belə bir şeyləri yazmalıyıq ki, bunu mətnə əsasən əsaslandıra bilək. Necə müdrikdir? Çünki görür artıq işləyə bilmir, istəmir bunun arxasında nəsə desinlər. Yəni, eyni zamanda qürurludur, bəli, kiminsə bunun haqqına girməyinə istəmir, kimisə haqqına girsin, boş oturub çörək qazansın. Ana da usta Səlimdə hər ikisi zəhmətkeşdir, çünki bir illər zavodda işləyir, bir də zəhmətlə övladını böyüdüb. 4. Ana yaza bilər ki, övladlarını tək böyüdüb. Çünki yazılıb ki, orada övladlarını tək böyüdüb. Eyni zamanda bir də əlavə, məsələn, yaza bilərik ki, o övladlarının gələcəyini düşünür. Çünki ana onların təhsil almağını istəyirdi. Ondan sonra burada yazılıb ki, insan həyatda öz yerini tapanda əsl xoşbəxtliyə çatır. Aforizm mətnlə əlaqələndirərək fikrinizi yazın. Bəli, bu fikir mətnimizlə əlaqəlidir, qeyd edirsən. Belə ki, burada bizim Fuad obrazımız bir il ərzində əsl kişilik məktəbi keçir. Orada həyatın bərkini, boşunu, çətinliyini öyrənir. Daha sonra isə öz yerini tapır. Yəni, deyir, mən artıq tələbəyəm və sevincindən az qalır, qanad açıb uçsun. Və öz yerinə düşdükdən sonra əsl xoşbəxtliyə qovuşmuş olur. Bu şəkildə yazırıq. Və altından xətt çəkilmiş cümlə bu. Burada biz dəyişikliklər edirik. Böyük ehtimalla hər kəsə bu tipdə suallar düşür. İndi mən anama dəstək olmaq istəyirdim. O qardaşımla mənim tək böyütmüş, çox çətinliklər görmüşdü. Demək, bu cümləni necə genişləndirə bilərik? İndi mən anama dəstək olmaq istəyirdim. O qardaşımla məni tək böyütmüşdü. Çox çətinliklər görmüşdü. Yəni, kipri ilə od götürmüşdü. Ondan sonra gecəsini gündüzünə qatmışdı, yuxusuna haram qatmışdı. Bu kimi ifadələrlə cümləni biz bir-iki yerində zənginləşdirmə aparıb, məcazi mənada cümləmizi genişləndirə bilərik. Belə yoldaşlar, ümumi izahım bu qədər.